Yəqin ki, hər biriniz belə geniş, gözəl həyəti olan bir binadan mənzil sahibi olmaq istəyirsiniz. Geniş həyət, uşaq meydançaları, yeraltı avtodayanacaq, hər bir infrastruktur mövcuddur bu binada və bu binada eyni gözəllikdə bir mənzil çıxırsa, keçək mən sizə onu təqdim edeyim. Mənzil yeni təmirdən çıxıb və təmirdən də sonra bir gün belə yaşayış olmayıb. Necə görsünsə elə satılır. Bütün mebel və texnika hamısı var və hamısı da qiymətə daxildir. Yəni əlavə nəsə almağa ehtiyac yoxdur. Sadəcə mənzil alan gündən köçüb yaşaya bilərsiniz. Yəni heç bir vaxt itkisi olmayacaq siz tərəfdən. Sənədlər də qaydasındadır. Çıxarış, yəni kupsa mövcuddur bu binada. İndi mən mənzildə olan hər şeyi, hər bir detalla sizin nəzərinizə çatdıracağam. Siz isə videonun sona qədər izləyin. Mənzil haqqında da fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Bura bizim giriş qapısıdır. Giriş qapısından daxil olduqda solda bu hissədə paltar asması əyləşmək üçün yerimiz nəzərə alınır. Daxil olduqda sağ tərəfdə isə burada deməli dolab yığılıb. Tam axıra kimidir, yuxarı hissələrdə şkafdır. İçərisində göstərim. Yəni dərinlikdə ideal səviyyədədir. Paltar, ayaqqabı, istənilən əşyası tam rahatlıqla yerləşdirə bilərsiniz. Döşəmə qranitdir, isti döşəmə ilə təchiz olunub. Girişlə üzbəüz bu hissədə dresuarımız var, böyük güzgü yerləşdirilib, boya-boy. Bura işıqlar, mebel işləmələr, yəni hər bir şey ideal səviyyədədir. İşıqlandırmada isə spotlardan, trek işıqlardan istifadə olunub. Bu hissədə dizayn olan tablolarımız yerləşdirilib və nəzərə çatdırım ki, divarlarda dekorativ boyadan istifadə olunub, yəni adi emulsiya və yaxud divar kağızı deyil. Girişdən bu qədər, keçək, başlayaq mənzilin otaqlarından. Buranı artıq gördünüz mənzilin qonaq otağıdır. Ölçüsü yaxşıdır, yəni demək olar kvadrat şəklindədir, yəni eni yaxşıdır. Yəqin ki, videodan da bunu istəyirsiniz. Deməli, burada deməli sol tərəfdə divan kreslolar yerləşdirilib, jurnalimiz, arxası lepka işləmələr, bura işıqlar yerləşdirilib, burada da tablomuz var. İşıqlandırmada restore spot, trek işıqlarından istifadə olunub. Masanın üzərində də tək işığımız var. 6 nəfərlik masamız burada yerləşdirilib və qonaq otağının bu hissəsində belə aksesuarlar qoymaq üçün şkaflar yığılıb, onlar da yerləşdirilib. Tam hazırdır. Ona görə deyirəm, alan kimi köçüb yaşaya bilərsiniz. Mənzildə əlavə nəyisə ehtiyac yoxdur. Kondisioneri kimi hamısı var. TV-dən bu hissədə yığılıb. Aşağı hissə şkafdır, sağ tərəfdə yenə aksesuarlar qoymaq üçün yerlər nəzərə alınıb. Mərkəzdə isə böyük ekran televizorumuz yerləşdirilib. Qonaq otağından bu qədər. Keçək vaxt itirmədən mənzilin yataq otağına. Burada tam hazır vəziyyətdədir. Gözəl də dizayn olunub, gözəl rənglər seçilib. Ümumilikdə yataq dəsti ilə tam olaraq təchiz olunub. Nəzər çatmış ki, mənzilin bir eyvanı var. O eyvana çıxış bu yataq otağından da oranda ümumi olaraq göstərin. Yəni eyvanımız da buradadır. Və burada deməli taxtımız yerləşdirilib. Görürsünüz, arxası da qubqadan istifadə olunub. Dekor güzgülər, tək işıqlar bu hissədə. Burada deməli güzgü, make-up, televizor da var burada. Yataq otağının bu hissəsində şkafımız yığılır. Onda içərisini göstərim. Bunları göstərim ki, tam təsəvvür yaransın mənzil haqqında. Və tam axıra kimi də yuxarı hissələrdə yeni ilə şkafdır. Gözəl dizaynı var, mən bəyəndim. İnanıram ki, siz də bəyənəcəksiniz. Buradan mən sizə göstərim mənzilin sanitar qovşağını. Ölçüsü, yəni kifayət qədər genişdir. Deməli, duş kabinimiz yığılıb burada. Divar içi aksesuarlardan istifadə olunur ümumilikdə. Gözəl boyadırımız. Və sol tərəfdə divar içi ülkəz. Yəni, hər bir şey ideal səviyyədədir. Burada təbii ki, isti döşəmə ilə təchiz olunub. Keçək göstərim mətbəxi, sonra mənzilin qiymətini və digər məlumatları nəzərinizə çatdıracağam. Onu qeyd edim ki, mənzil bir otaqdan 2 otağa düzəlmədi. Ona görə mətbəx isə burada yığılıb. Yeni mətbəx mebelimiz var. Tam axıra kimi 3 hissədən ibarətdir. Yuxarı hissələrdə şkafdır. Yəni, nümunə olaraq içərisində göstərim. Yəni, dərinlik də tam yaxşıdır. Üstü mərmərdir. Deməli, soyuducumuz, qabyan, soba, yəni hər bir şey var. Şkaflar da mənə gəlir, kifayətdir bu ölçülü mənzil üçün. Yəni, hamısının içərisini göstərim. Belə
mən mənzildə olan demək olar ki, hər şeyi sizin nəzərdə çatdırdım. Keçirik məlumatlara. Yerləşir, yəqin ki, bildiniz, Elmlərdə Renesans Palas yaşayış kompleksində. Bir otaqdan 2 otağa düzəlmə mənzildir. Tam əşyalı hazır 68 kvadrat ölçüsü var. 10-cu mərtəbədə yerləşir. Sənədlər də dediyim kimi qaydasındadır. Kupça var. Və mənzilin start olaraq qiyməti 339.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.